Hər vaxtınız xeyir olsun. Yeni bir vloquma və yeni bir videoma xoş gəlmisiniz. Sizi gördüyümə çox şadam. Ümid edirəm ki, sevərək izləyəcəyiniz bir vloqlardan biri olar və artıq burada isə sizi prosesdən də gördüyünüz kimi sizi artıq salonda qarşılayıram. Dilimdə biraz dolaşdı, üzr sayın. Deməli, neçə gündür bu vloqun üzərində çalışıram ki, bu vloqu mən səsləndirim, montaj edim və vloqu yayımlayım. Amma çox təəssüflər olsun ki, bu aralar başım çox qarışıqdır. Burada da deyəsiniz ki, yəni nə vaxt ki başın qarışıq olmayıb, orası da düzdür. Amma bu dəfə isə remont falan, yəni evdə daha rahat olmadığımız üçün, mamamgilə, bacımgilə gəlib gəldiyim üçün biraz da uşaqlarla, yəni çətinlik yaratdığı üçün həm də ki iş, ona görə də yəni vloqum biraz gec oldu. Deməli səhər saat 8 idi. 8-dən 8-də uşu salondaydım. Düz 9-a 2-3 dəqiqə falan belə işləmişdi. Salondaydım. Saat uşu 4-də uşu qalıb təzə çıxmışam salondan. Yəqin ki, tam belə videonu evə gedəndə sizə göstərərəm. Açkimi falan götürməmişəm. Heç nə, yəni əlimi belə tutmuşam ki, yəni gözümə kölgə düşsün. Kör-körana gəmi gedirəm. Əslində bugün başqa yerlərə falan gedəcəydim. Çünki bugün ev günüm idi. Oradakı çatdırmadıq. Getmədik, Sədərə gedəcəkdik. Yəqin qaldı uşaq başqa bir Sədərə getmək. Heç nə, gedim görüm indi evdə evin işləri falan. Axşamda kursum var, kursa gedəcəm. Saçım rəngini falan hamısını sizə salonda sizin çəkmişəm. Yəni yəqin orada tam göstərməyib. Amma belə gedim. Bugün də həftənin 3-cü gündür. Bugün də vlog çıxacaq. Ucu yükləmişəm, elə orada da videonun zadı falan montaj eləmişəm. Salonda oturmaqdan da bir təri oldu. Sağ olsun. Qəşəng çay falan. Özümlə kofe də götürmüşdüm. Kofe falan içdim. Səhər evdən çıxanda əynim. Aslında hava günəşlidir, amma soyuqdur. Çıxanda da bunu da geyindim ki, üşüməyim. İndi də biraz istidir. Amma külək də var. Artıq burada bütün işlərimi bitirdim, qazı falan sildim, bu qədər də qab qaşığı yudum. Artıq burada isə sizə göstərirəm ki, yəni rəngi necə alınıb. Amma indi hal-hazırda
3 dəfə yuyulmadan sonra saçım rəngini görsəniz göstərəcəm. Əlbəttə ki, sarı rəngdə danışmışam. Təzən yenə gedib pepelin rəngin tündünü qoyacaq ki, açılsın. Burada artıq evdən çıxırdım, kursa gedirdim. Kursada qaça-qaça gecikmişəm və hardasa bir 10 dəqiqədə gecikdim. 7 tamamda olmalıdım, artıq 8-10 dəqiqə işləmiş idi. Kursada çatdım. Burada isə artıq sizi yeni bir gündən və 6-cı gündən, şənbə gündən sizi salamlayıram. Bugün də evdə qalmışdım. Əlbəttə ki, evdə qalan günü bacım deyir ki, sən deyir bir evdə, bir yerdə yəni oturmarsan. Dediyim kimi, vlogun əvvəlində Sədərəyə getməliydik 3-cü günü, amma alınmadı. Çünki saçım çox vaxt apardı ona görə və 6-cı gün evdəyəm deyə ilk işimiz yuxudan qalxan kimi, hətta zavtraq belə eləmədən getdim. Səhər ümumiyyətcə işə gedəndə yəni çox az zavtraq eləmirəm. Nəsə bu aralar yəni elədir və yaxud da işdə yeyirəm və yaxud da ki, günorta yeyirəm. Belə. İndi isə burada sizə qab qaşıqlardan bacardığım qədər çəkdiklərimi sizə göstərdim. Bəlkə də bu Love firmasını görmüsünüz. Aldığım qab qaşıqlarda sizə irəli dəqiqələrdə sizə göstərəcəm. Hansını aldıq, neynədik. Amma xrustaların qiyməti yəni baya qalxmışdı. Orada da videoda sizə aldığım xrusta 65 manat deyirəm, amma əslində 75 manatdır. Yəni ən yaxşı Rusiyanın xrustalı Belarusiyanın idi. Daha doğrusu xrustalı 75 manatdan ucuz yox idi. Və xrustaların hamısı indiki gələn partiyalarda çox belə balaca və xırdaydı. Burada isə bu keramik qablardan ötürü çox ürəyim gedir. Sadəcə olaraq hələ ki almaq istəmirəm. Çünki planlarım tamam fərqlidir. Ona görə qab, qaşıq, belə şeylər almaq hələ ki niyyətində deyirəm. Sadəcə olaraq indi günlük lazım olan nədirsə ehtiyaclar onu alıram. Və baya yəni gəzdik Sədərəyə, hardasa saat 10 idi, 11-ə işləmişdən avtobusa biz mindik və 2-də falan taksi ilə də geri qayıtdıq. 2-də evdəydik. Əgər videomu bura qədər izləmişsinizsə və abunə deyilsinizsə, abunə olmağı, like qoymağı və kommentari yazsanız çox sevinərəm. Növbəti hədəfim əlbəttə ki 1-ci 1000, ondan sonra isə 10.000 olmağı mən istəyirəm. İnşallah ki, yəni niyyətimə tez bir zamanda da çataram və əlbəttə ki, bu tək başına olması bir şey deyil. Sizin sayənizdə yəni çata bilərəm. Ona görə də çəkdiyim əziyyətə dəyər versəniz çox sevinərəm. Deməli, sizə Sədərəkdən gəlmişəm. Evləri falan tərtəmiz yığışdırmışam və pakovkaları açmamışdım. Dedim sizinlə paylaşım ki, nələr almışam. Aldıqlarımı sizə göstərəcəm və əlbəttə ki, burada bir dənə də beləli duxovka almışam. Duxovkanı da açıb sizə yəni göstərəcəm. İçərisi zadı falan çox qəşəngdir. Qiymətlərini sizinlə bölüşəcəm. Duxovkadan əlavə və bir dənə də beləli mikro dalğalı soba mikro almışıq. Bunu da sizin üçün göstərəcəm. Deməli, əsas məsələ mənim üçün burada mənim üçün istədiyim zamandır beləli görsənən qazan, yəni şüşə qazan aldım. İndi bunu bilmirəm, buna əslində yemək pişirəcəm. Görün bu necə olacaq. Çünki birinci dəfədir. Materialı çox nazikdir. İstədiyim formada var idi, amma başının bu hissəsi mişqalı idi. Yəni bəyənmədim, üzü qızılı rəngdə idi, kantı falan qızılı idi, ona görə istəmədim. Və bu da qazan. Böyle göstereyim size. Bakın. Böyle qazan. Bu da kapak. Bu bizim burada qazanımız. Burada qazan dedim, belə yuxarıdan da sizə çəkim. Bu qapağı. Da belə. Yəni inşallah bunda yemək pişirəndə də sizə göstərəcəm, görək necə görsənir. Belə qupu falan yaxşıdır, amma materialı çox nazikdir. Yəni nazik bir şeydir. Bunun içərisində stəkanlar var, belə içindən belə xəttlər gedir. Bax, eləsi var idi, amma sadəcə baş hissəsi mişqalı idi deyə onu götürmədim. Bilmirəm, videonun hissəsini çəkmişəm yoxsa yox.
Bu belə, bu qazanımız. Topdun 2 dənə beləli balaca qazançası, yəni quflu qablı olanı götürdü. Bu isə bu qazanı demədim sizə neçədir, neçə başa gəlir. Deməli qazan 10 manata qazan. Biraz bunun litrəsi yoxdur. Bundan balaca olsa 8 manatdan başlayırdı. Baxın. Bu da belə. Bu birisi ise bundan biraz büyüktü. Bunun litresi neydi? Bu 1.75 idi, 16 diametridir. Bu ise 14'lüktür. Bu bundan biraz da yeni fərqlənir. Nereden açın? Evdeki şirəli idi. O şirəlini mən yandırmışdım. Onun içərisine lobya bişirmək üçün lobya qoymuşum. Lobya da yadımdan çıxıb evi təmizləyib lobyanı yandırmışım. Baxın içərisi belədir. Belə formadadır. Ve qəşəngdir, çox qəşəngdir. Bəyəndim. İkisi də belə. Baxın, bu beləlidir, bu 14'lükdür. Bu isə 16'lıqdır. Dedik ki, təmiz ev Türkiyənidir. Yəni bu ikisini belə istifadə eləməyə. Çünki yemək falan qızdırmağa, yəni su falan, birini yumurta falan qaynatmaq, birini su falan qızdırmağa və yəni az bir şey olan nəsə pişirməyə daha sərfəlidir. Çünki o ikisini sizə göstərəcəm necə yandırmışam dibini, nə günə qoymuşam bir görsəniz. Onda hələ istifadə edirdik. Dedim ona alınandan sonra istifadə edelim. Deməli bu ikisinə 65 manat vermişik. Bunun özünü 16'lı 44'e deyirdi. Bunu isə 35 manata deyirdi. Voşum ikisinə bir yerdə 65 manata razılaşdıq. Bundan əvvəl həm iki yerdə də indi sizə göstərəcəm. Belə bir çaynik almışıq. İndi çayniki də sizə göstərim. Dedik ki, təmiz nirjavikadır. Baxın beləli. Yəni altı üstü çaydanlı. Bu da onun kapağıdır. Baxın beləli bir üstüdür. Bu isə alt hissəsidir. Bu deməli mən alıb ümumiyyətcə bundan qabaq istifadə elədiklərimdə yəni belə bir şey yox idi. Elə bir qoyanda üzərinə belə ağırlıq edir. Bilmirəm yəni. Dem çaynikin üstə qoyanda özü də baxın belədir. Belədir. İridir, qəşəngdir. Bunu belə belə. Sofram. Çaynik hissəsidir, bu isə çaydanıdır. Sadəcə bu belə olur. Bu mən aldıqlarımda heç birində yəni belə bir şey yox idi. Yəni çox vaxtı bu hissəsi belə olur və üstünə sadəcə bunu oturturursan. Bunu da yəni oturtturmaq oldu əslində. Amma nədənsə yəni bu hissəsi də var. Bunda da var, çox qəşəngdir bu da. Bunun qiyməti isə 95 manata deyirdi. 80 manatda razılaşdıq. Deməli evdə ki bütün xrustallar falan qırıldığı üçün əslində xrustal adımla getmişdi. Amma başqa şeylər yəni aldıqlarını satırsa, indisə əlim xrustallara gedir. Deməli bu xrustallara biz qiymətlərə baxdıq. Rusiyanın, Belarusiyanın xrustalları var idi. Bu ən belə böyük xrustal idi. Bundan yəni böyüyü yox idi. Ən böyük, ən hündür. Qalanları isə beləli deyim də, yəni bir barmaq aşağı çox hündür olmayanları, biraz da yığcam olanlar. Bu isə ən böyükləri idi. Bunun qiyməti 65 manat idi. Yəni bu xrustalın qiyməti. Bu 65 manatı, amma turetskilər var idi ki, yəni 35, 40, yəni hər qiymətə və yəni var idi. Kitaylarınki isə 10 manat idi, onu bəzbaşdan deyim. Amma bildiyiniz kimi sədərəyə girən kimi yəni nəsə almaq yəni düzgün deyil. Biz bu arada Şirniyyatçıya getmişdik, yəni oradan aldı. Bu da balaca beləli risunkalı rozetkadır. İndi daha da yaxına sizə göstərəcəm. Rozetkası və elə bununla da eynidə olan deməli nədəkisini də götürdük.
Əlbəttə ki, çox dərin deyil, sadəcə olaraq qonağa falan yəni qoymaq üçün. Risimkası yəni bunu bəyəndim. İçində yəni başqa risimkalar da var idi, qızılı kantlar var idi. Onları da bəyənmədim. İndi daha yaxından sizə göstərim, baxın. Deməli, bu xrustallardan 12 dənə almışıq. Belə yaxından sizə göstərim. Baxın, özü xrustallar yəni çox fərqli idi. Tamam fərqli xrustallar da var idi. Yəni Türkiyənki daha yəni tez fərqlənir də. Biraz siz bunun kənarına baxın, görün necə belə incədir, nazikdir, amma o isə qalın olurdu. Yəni materialları yəni qalındır. Bundan 12 dənə almışıq. Bu isə belə qoyun sizə fokuslandırım, laf belə dəqiq çəksin. Zərətqamda ölür, tecə çəkim sizə. Baxın, belə bir şey görsənir, risimkası belə risimkalı. Eyni risimkalı da belə nəlbəkisini yəni almışıq. Baxın, işıqda da açıq bir görsənir. Bu isə Almaniyanın idi. Arxasında German yazılıb, yəni Almaniyanın da. Və belə bir dəst aldıq. Bu isə armudu stəkandır. Baxın belə. Armudu stəkanı yəni sevənlər üçün. Baxın beləli armudu stəkandır. Bunu belə dəqiq belə sizə göstərim. Baxın belə. Belədir risimkası. Bunu da 17 manata aldıq. Armudu stəkanları. Bu 6 dənə. Elə bundan 6 dənə aldı. Və 12 dənə də uşaqla su stəkanlarını, sok stəkanlarını yəni qırmışdılar deyə. Baxın, bunda beləli. Bu da belə formadadır. Beləsini seçdik, beləsini götürdük. Bu da Türkiyənindir. Bundan da 12 dənə götürdük ki, evə qonaq falan gələndə. Baxın, bunun üzərinə lav 6 dənə bundan götürdük və bu da armud stəkanın baxın beləlidir. Üstün şəkildə, yəni belədir. Deməli, bugün 6-cı gündür, getdim, alış-veriş falan elədik, sədərək getdik, sədərəkdən də gəldik, tecə yeməyimi falan yedim. Ondan sonra isə getdim marketə, bir ciflə safetka var ki, onu da aldım ki, evin təmizi, evi dibdən bucaqdan tərtemiz təmizlədim, sildim. Sonra dedim sizə də bu çəkilişimi edim. Ondan sonra isə xəmir yığılmışam, birazdan keçəcəm piraşki bişirməyə. Çünki kartuşkanı falan, balıcı kartuşkalarım çox idi, onları soymuşam. Əlimin hətta belə qarasını falan da yəni görsənər ki, 2 gün əlimin qarası yəni getmədi. Orada da yəqin ki, baxın, orada da yəqin görürsünüz, vandan falan, maşında səsini eşitirsiniz, paltar falan yuyuram. Çünki bircə ancaq bugün evdəydim, sabahda işdəyim, sabahdan. Belə, yəqin piraşki falan çəkib, videonu da elə burada yəqin yekunlaşdırıb, sonrası montaj edib sizinlə paylaşaram. Hələlik yəni aldıqlarım bu qədər. Amma birazdan sizə mikro ilə deməli sobanı sizə göstərəcəm. Deməli, duxovkanı qoyduq balkona. Bu birisi elektrik qazının üzərinə qoymuşuq. Qoydum. Bunun altlığı da var. İndi hələ altlığını da taxacağım. Amma hal-hazırda sizə içini göstərmək istəyirəm. İçi dedi ki, təmiz belə şey materialıdır. Siz necədir? Tefal falan material qaşıq dedi. Da, yəni həqiqətən də yəni orislərə nisbətən yəni ağırdır. Çünki bunlar mənim mamamgildə də, mamamda da belə yəni peçkalar olur. Yəni bu belə olmadı. Bu isə bayağı yəni ağırdır. Rəngini sizə yəni ötürə bilmirəm. Çox təəssüf olsun. Qara deyil, çomlu belə çernev rəngidir. Bəlkə bu kənarlarını yəni hiss edəsiniz. Bunu dedi ki, yəni mən soruşdum, itimatları falan yəni tərifləyirlər. Yəni itimatlar falan yaxşıdır. Bu dedi ki, ondan da yaxşıdır. Bu isə Gaster firmasınındır. Bundan arasını hələ belə bağlayayım. Gaster firmasınındır. Baxın, burada sadıdır, burada dərəcəsidir. İşte burada da alt üst falan yəni olması, yəni bu funksiyalardır. Böyüklüyü də baxın belə görsənir. Biz sərv rəngini götürdük, əslən ağ rəngini götürəcəkdik.
ağdan ucu pakovkada qalmamışdı. Ona görə belə ser rəngini götürdük. Hələlik bunu bura yerləşdirdim. Bəlkə də əvvəlki vloqlarıma baxanlar bilirdi ki, bu aşağıdakı qaz, altı qazlı, üstü toklandı, yəni spirallandı. Çox təəssüf olsun ki, bütün hər şey yandırır. Yəni alt bildiyiniz, yəni yandırıldı. Əvvəlki vloqlarına baxsanız, yəni baxanlar daha doğrusu yəni bilər. Mikronu da hələlik bura yerləşdirdim. Bura şkafın üstünə deməli kartoşka falan, yəni belə şeylər yerləşdirdim. Biraz var. Sonra burada da meyvə falan yəni qoymuşuq. Yəqin bunları götürəcəyik birazdan. Sadəcə o indi xalacan kimi doludur. Bu da mikrodur. İndi birləşdirməmişəm. Baxın mikronun da içərisi yəni belə göstərir. Mikronu bu peçkanı 180 manata deyirdi, 160 manata razılaşıb zədələdən aldı. Amma bunu isə Neohotundur. Omiddən aldıq. Deməli endirmə düşmüşdü 200 neçə manatdan 149 manata endirmə düşmüşdü. Funksiyası falan, yəni 1400 wattlıqdır, wattını deyim. 700 wattlıqlar var idi, 89 manat idi, onu götürmədik, ancaq onu götürdük. Bu da belə. Balkona qapısını, qapı deyirəm, pəncərəsini belə açmışıq. Bir gündə sizlə bərabər bütün bu pəncərələri falan, sonra bu birisi belə çevrilim, yəni evə baxan pəncərələri, şöyle qapını falan, yəni sizinlə bərabər yeyəcək. Amma o gün, necə deyərlər, o gün bugün deyil. Çünki evdə kiçik də olsa təmir işimiz var ona görə. Pirajki bişirəcəm. Pirajkinin xəmri ucu şişib gəlib. Amma heç 5 dəqiqədə oturmadığıma görə deyirəm biraz bir 10-15 dəqiqə oturum. Bu biraz da şişsin, eybi yoxdur. Ondan sonra başlayacağım pirajkilərimi hazırlamağa. Çox təəssüf olsun ki, pirajki bişirmə prosesini çəkməmişəm. Daha doğrusu birinci yadımdan çıxmışdı. Sonra o qədər yorğun idim ki, yəni çəkmə belə yəni yadıma düşmədi. Amma yoxla yəni sonda yeyilən pirajkilərdən sonra qalan pirajkini sizə göstərdim. Yəni o qədər qalmışdı. Amma pirajki bu arada çox dadlı idi. Özüm bişirmişəm deyə demirəm, tərifləmirəm. Sadəcə olaraq çox dadlı idi. Həm də uzun zamanda uşaqlar falan yeməmişdi. Ona görə də lap belə yerinə düşdü. Və pirajkini prosesini bitirib qutardığında hardasa saat 12-yə falan işləmişdi. Çox yorğun idim. Burada isə kekotlu çay dəmləyib, çayımı içib, sabahki işə gedəcəm deyə sırazı çaydan sonra getdim, yatdım. Bura qədər izlədinizsə videomu sizə çox təşəkkür edirəm. Hələlik bu video bu qədər. Sağ olun, sağlıqla qalın və yeni bir videoda görüşmək üzrə. Hələlik.